7-ci fəzilət, bu da günahların bağışlanmasıdır. Əbu Zər radiyallahu anhdan gələn hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Uca Allah buyurur, kim bir həsənətlə gələrsə, onun üçün 10 misli vardır və artıraram. Kim bir günah ilə gələrsə, onun cəzası da eyni mislindədir və yaxud onu bağışlayaram. Kim mənə bir qarış yaxınlaşarsa, mən ona bir dirsək yaxınlaşaram. Kim mənə bir dirsək yaxınlaşarsa, mən ona bir qucaq yaxınlaşaram. Kim mənə tərəf yeriyərək gələrsə, mən ona tərəf yürüyərək gedərəm. Kim mənim yanıma yer boyda günahlarla gələrsə və o günahlar arasında mənə heç bir şeyi şərik qoşmazsa, o yer boyda onun qarşısına məğfirətimlə gələrəm. Deməli, insan nə qədər günahlar etsə belə, Allaha heç bir şey şərik qoşmasa, Allah onun günahlarını bağışlayar, əgər o tövhid əhlidirsə. Bu da tövhidin fəzilətlərindən biridir. Günahların bağışlanması, günahların örtülməsi, ondan keçməsi. Burada Allahın rəhmətinin nə qədər dəlilləri vardır.